O deməkdir ki, insan heç vaxt arxain olmamalıdır. Öz məqamından, öz nə bilim ibadətlərindən, itaətlərindən arxainlaşma ki, mənə heç bir şey toxuna bilməz. Belə şey yoxdur. Mənə də pislik toxuna bilər. Mən də şər qapısı aça bilərəm, Allah qorusun. Şər qapıları da doludur. Hər tərəfə baxırsan, cəmiyyətə bax, dünyada baş verən proseslərə bax, gör nə qədər şər var. Növbənöv. İstər şəhvətlərlə olsun, istər şübhələrlə olsun, istər düşmənçiliklə olsun, ədavətlə və s. Kim deyə bilər ki, mənə toxuna bilməz? O şər qapısını mən aça bilmərəm. Kim deyə bilər ki? Və bizim üzərimizə düşən bu məsələyə ciddi yanaşmaqdır. Özü arxain olmaması. Biz özümüzə görə arxain olmayaq. İbadətlərimizlə, müəyyən əməllərimizlə. Vallahi bilginən ki, belə də bilməliyik. Nə qədər yaxşı əməlim varsa, ondan da artıq günahlarım var. Bunu belə düşünməliyik. Qoy şeytan bizi azdırmasın. Salih əməllərlə səni azdırmasın ki, sənə heç nə olan deyil, sənə toxunmaz. Sənə şər toxunmayacaq, sənə şübhə toxunmayacaq, sən azmayacaqsan. Bu şeylərlə bizi aldatmamalıdır. Salih əməlləri at arxaya. Görmürsən. Görəndə arxainlaşacaqsan. Önündə salih əməllər olsa arxainlaşacaq, yoxsa yox. Önümüzdə salih əməllər, maşallah, namazlarım, oruc, məscidə, dərslər, Quran oxuyuram, maşallah, mən. Amma önümdə günahlarım olsa, Allah, bu nədir? Ya Allahım, əstəğfirullah, bağışla. Baxsın, o bir günah, subhanallah, bu nə ediləmişəm? Ya Rabbim, əff et. Filan əmmə, Allahım, haqqına girmişəm. Günahlar bir-bir gözümün önündə. Necə olarsan, qardaş? Həyəcanlanmarsan, narahat olmarsan, çalışmarsan, tövbə edib, haqq sahiblərinin haqqını alıb, nədirsə, haqlar ödənməlidir. Tək ki, mənə toxunmasa Allahın əzabı. Belə düşünməyəcək, qardaş. Onun üçün ağıllı insan gərək həmişə belə düşünməlidir.